Azərbaycandan gedirsə, mən evliliyə əslində qarşıyam. Çünki bizdə Azərbaycanda evli olanların böyük əksəriyyəti, bəlkə də hamısı ailə nədir, evlilik nədir bilmədən evlənir. Yəni, təbii proses kimi bunu icra eləyir. Evlilik insan təbiətinə əslində ziddir. Çünki insan poliqam məxluqdur və səbəblər var. Valideyn baskısı ilə evlənənlər var. Tərəflərdən birinin öz ailəsindən, yəni ata-anasından qurtulmaq istəyi ilə bağlı olanlar evlənənlər var. Yəni hansı ki, qarşı tərəfi tramplin kimi istifadə edirlər. Evli olub fərd yetişdirməklə biz törəməyi səhv salırıq. Bizdə törəmə prosesi gedir. İnsanlar törüyür. Amma fərd yetişdirmək biraz başqa bir şeydir. Yəni bu artıq sosial borca çevrilib də cəmiyyət qarşısında. Təbii ki, yəni valideyn övladını məcbur eləyir ki, mən nəvə görmək istəyirəm, evlən. Yəni bunun istəyi nəzərə alınmır, bu evlənmək istəyir yoxsa istəmir. Məlumat üçün bir şey deyim ki, ilkin o evlənməyin kişi sosial şəbəkələrdə viral olan ifadənin müəllifidir, yəni adam. Azı Zəkir. Ora. Evlənməyin kişi. Bu qədər qısa, bu qədər konkret. Yəni.